Salamlar. Deməli, biz bu gün trekimin üzərində Thesis Stephen işləyəcəyik. Həm də sizə SST boşluğu haqqında məlumat verəcəm. Deməli, ilk başda pingi kopyalayırıq. Mən işləmişdim deyə. İlk başda MF veririk. Sürətli formada izah eləyəcəm ki, həm vaxt itkisi də olmasın. Yəni, o görə hər hansı bir options vermədim yana. Deməli, bizim 2 dənə hal-hazırda portumuz vardı. SSH və HTTP proxy. Yəni 80-80-ci port. Deməli, gəlirik. 80. Deməli, bizi belə bir veb sayt qarşılayır. Burada bir şəkil var. Şəkildə hər hansı bir, yəni stenografiya yoxdur, yoxlamışam. Belə bir mətn vardı. King Minus haqqında məlumat verir. Bizim burada diqqətimizi çəkən bir hissə var ki, o hissə də buradır. Sonuncu hissə. Deməli, burada nə deyir? Bu thesis deyir ki, bunu başa düşə bilməyibdi. Artıq başa düşə bilməyib. Bu da nə ola bilər? Araşdırdığımız zaman bunu başa düşürük ki, bu Sezarla bir şifrələmənin qarışığıdır. Yəni bu Vigenere-də ola bilər və yaxud başqa bir şifrələmənin də qarışığı ola bilər. Yəni təkcə Sezar deyil. Onun üçün biz artıq hər yeri qarışdırırıq. Burada baxın. Belə bir Python kodu da var ki, məhz bunun dekript eləməkdən yanadır. Baxın, həm Sezar üçündür, həm də Vigene. Bu ikisini bir yerdə dekript eləyir. Runlayan zaman baxın shift 0 məsələn özü də avtomatik key verir də, random keylər verir. Bunları yoxlayır və gördüyünüz kimi hər hansı bir oxunaqlı bir yazı tapa bilməmişik bunun üçün. Lakin biraz daha araşdırandan sonra bir veb sayt tapdım. Bu da məhz Caesar Bookkeeper'dır. Deməli, bura gəlirik. Yazını atırıq. Script veririk. Control bu, yəni bütün hamısını yoxlasın deyədir. Deməli, burada axtaran zaman görürük ki, elə birinci. Baxın. Bu deyil. Bir dəqiqə, bu niyə belə oldu? Bizə 13.5 lazımdır. 13.5. Buradaymış. Sadəcə bu niyə belə arxaya keçibdi? Baxın, burada belə bir yazı vardı. To get to king minus, you must first make use of the sual işarəsi key. Burası ayrı-ayrı düşübdü. Bilmirəm niyə belə oldu. Və yaxud belə deyildi. Deməli, bunu tərcümə edən zaman biz görürük ki, deyir ki, yəni king minus-u əldə etmək üçün sual işarəsi key-dən istifadə elə. Biz buradan nə nəticə çıxara bilərik? Biraz düşünəndən sonra başa düşürük ki, bu parametr ola bilər. Sual işarəsi key. Ona görə gəlirik yenidən kalimizə. Burada yox. Sual işarəsi key bərabərdir. Məsəl üçün 1. Parametr bərabərdir 1. Tutalım, bunu enterlayırıq. Görürük ki, biz bura nə yazırıqsa, bizə bunun cavabını verir. Yəni özünü verir. Məsələn, ls yazırıq, ls verir. Bunu araşdıran zaman müəyyən boşluqlar ola bilər. Məsələn, OS command injection ola bilər və yaxud XSS falan da yəni tapa bilərik də axtarsaq. Lakin axtaran zaman görürük ki, burada SSTI boşluğu vardı. SSTI boşluğunu gəlin sizə izah edeyim. SSTI ümumilikdə nədir? SSTI server side template injection deməkdir. Yəni ki, bir attacker fikirləşək bu şəxs. Bu şəxs bir serverin template'inə zərərli bir payload yazır, script yazır. Bu template engine tərəfindən əgər filtrlənməyibsə, bu serverdə runlanır. Tutalım, məsəl üçün də tutalım buraya yazaq 7 vuraq 7 də. Bu arada SST'nin müəyyən template engine növləri vardı. Məsəl üçün var, Jinja 2 var, Twig var, Velocity, FreeMaker falan vardı. Bunların növlərində əlbəttə payloadların cavabları ilə başa düşmək olar.
Tutalım biz bunu yazırıq. Bu Jinja 2 nümunəsidir, həm də Twig nümunəsidir. Gözüm 7 vuraq 7 bizə 49-u veribdir burada. Deməli bu saytda artıq SSTI Jinja 2 boşluğu vardı. Baxın, bu attacker, bu attacker. Bunu göndərib. Bu deməli FreeMaker-dır bu. Bunu veb sayta göndərib və aldığı output, yəni cavabı 9 olaraq alıbdır. Artıq biz bu şəxs başa düşür ki, burada boşluq və SSD boşluğu vardı. Velocity və FreeMaker boşluğu vardı. Məsəl üçün bura əgər biz ls yazsaq, tutalım 7/7 əvəzinə, biz içəridəki fayllar, qovluqları görəcəyik. İçəridə olan hər şeyi görəcəyik. Əgər belə yazsaq, bu da şey üçündür. Digər nümunədir. Velocity FreeMaker nümunəsidir bu da. Və SSTI-nin də müəyyən növləri vardır. Məsəl üçün reflected var, stored var, blind var. Reflected nədir? Inputu cavabda görürük, URL hissəsinə görürük. Stored da artıq payload bazada olur. Blind-da isə biz bunu görə bilmirik, amma bu artıq serverin arxa hissəsində runlanıbdır. Arxa planda bu icra edilibdir. Tam belə bir veb-sayt vardı. Məsəl üçün deməli biz nə yoxlayacağıq? Məsələn, Jinja 2-ni yoxlayıram. Submit verirəm. Baxın. Runlanmadı, gördüyünüz kimi. Bu normalda runlanmalı idi. Əgər SSTI boşluğu vardırsa. Burada olmadığı üçün bu runlanmır. Sadəcə normal formada yazır. Bunu sizə hətta bir veb-saytda görsədim. Bunu sizə harda göstərə bilərəm? Tam YouTube'da olmalı idi səhv eləmirəmsə. Məsəl üçün sizə burada görsəm. Burada bərabər işarəsi var da, düzdür? Məsəl üçün Jinja 2 yoxlayaq da. Aha. 7 vuraq 7, məsəl üçün belə. Bu bizə nə verməlidir? Əgər vardırsa 49 verməlidir. Gördüyünüz kimi bu artıq enkod olundu və runlanmadı. Yəni deyir ki, belə bir video yoxdur. Tapa bilmədi. Bu əgər enkod olunmasaydı, yəni filtrdən keçməsəydi, artıq bizim üçün 49 cavabını verəcəkdi və biz də başa düşəcəkdik ki, burada artıq SSTI boşluğu vardı. Gəlin bir qısa özək keçim. SSTI yenə nə oldu? Server side template injection'dır. Template engine-də ən tanış növləri Jinja 2-dir, Twig-dir, Velocity-dir, FreeMaker-dır. 4 növü var. Payloadlarla biz onun növlərini tapa bilərik. Bunun içində müəyyən bir çox payloadlar vardı bunu etmək üçün. Attacker aldığı cavaba görə müəyyən payloadları yoxlayır. Gəlin bura gələk. Bizim deməli veb saytımızdır. GitHub-da bir çox payloadlar vardı. Tutalım burada nə qədər payloadlar vardı. Məsəl üçün biz yoxlayaq. 3/3 məsəl üçün. Aha, gördüyünüz kimi baxın 9 cavabını verdi. 9 cavab. İndi mən məsəl üçün FreeMaker üçün yoxlayacağam. FreeMaker template engine. Bunun qabağına bir dənə dollar qoymağım mənim üçün kifayət. Dollar 9. Yəni yoxdur. Dolları comment olaraq hesab etdi. Gəlirik burada bu arada hamısı işləmir. Baxın məsəl üçün qarışıqdır. Template engine-ə qarışıq veribdir bizim üçün. Bizə hansı lazım, hansı işləyir? Request bu işləməlidir. Səhv etmirəmsə. Baxın bu. Burası uzundur. Ha, bu. ID. Aha, bu işləyir dedi səhv eləmirəmsə. Bunu bir dənə yoxlayaq. Aha. Gördüyünüz kimi baxın, burada bu hissədə ID hissəsində bizə minus cavabını verir. Gördüyünüz kimi. İndi biz buradan nə əldə edə bilərik? İçəridəki məsəl üçün qovluqlar görmək istəyirəm. Mən faylları və yaxud user varsa onları görmək istəyirəm. ID-ni silirəm, ls-elə yazıram, enterlayıram. Bunu bu formada görə bilməyəcəyik. Aha. Gördüyünüz kimi içəridə bir çox qovluqlar vardı. Burada əsas məsələ home-dur onsuz da. Deməli, başqa nəsə vardır? Gözə çarpan root var. Başqa da bir şey yoxdur. Deməli, nə etməliyik? Biz home-a keçməliyik artıq. ls-elə /home. Aha. Burada minus user'ın artıq görürük. Burada minus user'ına da keçmək üçün yenə artıq home-un yanına minus yazırıq. Aha. Baxın, minusda nələr vardı? Belə, yəni diqqət çəkən nədir? Minus flag-dır və .ssh-dır.
Minus flagı artıq biz oxumaq istəyirik. Tutalım. Gəlirik bura. Restr elanı petlə əvəz edəcəm. Get. Minusun da yanına flagın adını yazacağım. Flagların adı fərqlidir. Ha, formulaları. Gördüyünüz kimi flagımız tapıldı. Yəni hətta reverse shell belə almadan flagı oxumuş olduq. Yəni reverse shell almaq üçün də nə edəcəyik? Sadəcə base 64-ə çevirəcəyik bizim ref shell-də. Məsəl üçün, ha, bu formada. Bunu atacağıq deməli bu hissəyə. Hətta mən burada reverse shell almışam, ona görə bir də vaxt keçməsin deyə yoxlamıram. Baxın, reverse shell burada almışam. Burada .ssh hissəsində də noun host deyə bir dənə fayl vardı, onu oxumuşam. Belə bir içəridə deməli hashdir. Bunu hələ ki çözməmişəm. Axtarıram, hələ ki tapa bilməmişəm. Yəni qısa nəticə nə oldu? SSD yenə həmişəki kimi server side template injection'dır və biz bu boşluqla nələr əldə edə bilərik? İçəridə faylları görə bilərik, flagları oxuya bilərik və yaxud da oradan reverse shell əldə edə bilərik. Bu ciddi mənada çox təhlükəlidir. Günümüzdə hal-hazırda bu qədər çox boşluq yoxdur veb saytlarda. Lakin olanlar yenə var da, əlbəttə biz manuel olaraq bütün hamısını yoxlamalıyıq. Sizə SSD-nin yarandığı hissəni də göstərdim. Məsəl üçün bir index.php məsələn burada kod vardı. Burada artıq bizdə burada deyir ki, ümumiyyətlə name adlı bir dəyişən var da, template dəyişəni və bu template dəyişəni istifadəçidən gəlir bizə. Burada hər hansı bir filtr yoxdur. Yəni istifadəçi nə yazıbsa, kod olaraq burada icra ediləcəkdir. Bu da artıq bizim üçün SSD boşluğuna gətirib çıxarır.